Deməli, bu mövzu ilə bağlı onu qeyd etmək istəyirəm ki, bizim bu Bakı şəhərində xüsusilə də mənzil tikintisində ciddi problemlər var. Problemin ən böyük problemi odur ki, burada insarçılıq mövcuddur. Yəni, yalnız bir neçə nəfər artıq son illər şəhərdə mənzil tikə bilər. Əlbəttə, tikinti şirkətlərinin sayı çox ola bilər, amma onların arxasında faktiki olaraq 3-4 nəfər dayanır. Mənzil tikintisi azalıb, bunun kvadrat metr hesabı ilə bunun əsas səbəblərindən biri, hörmətli Orxan müəllim, həm də budur. Və Orxan müəllim də çox məmnunam ki, bu tədbirdə iştirak edirsiniz. Həm agentliyin direktoru kimi, həm şəxsi nüfuzunuzdan istifadə edib bu məsələləri ümid edirəm ki, müvafiq yüksək vəzifəli bizim rəsmilər qarşısında da qaldırasınız. Bakı şəhərində, indi Bakı şəhərin baş planı təsdiq olunub. Əslində, harada park salınmalıdır, harada yaşayış binası tikilməlidir, bu bəllidir. Ona görə də indi tikintiyə icazə almaq daha az vaxt tələb eləməlidir hesabına. Baxın, Bakıda nə qədər görünqəzalı binalar var, mikrorayonlar var ki, məsələn, köhnə Moskva Univermağın yanındakı o Xruşovka deyilən binalarda mətbəxə binanın proyekti elə verilib ki, keçmək üçün hamamın içərisindən keçib gedirsən, yəni tualetin içərisindən keçib gedirsən mətbəxə. Yəni, bunu tikmək istəyən sahibkarlarımız var. Onlar bu gün Qazaxstana, Özbəkistana üz tuturlar, başqa Ukraynaya gedirlər, Türkiyə, başqa ölkələrə üz tuturlar, amma Azərbaycana investisiya qoya bilmirlər. Müxtəlif yollarla o vəsait ölkədən çıxarılır. Halbuki tikinti şirkətləri var, məsələn, çoxlu sayda mənə müraciət ediblər ki, icazə versinlər, biz o binaları sökək, yerində tikək. Hətta Bakı şəhər icra hakimiyyətinin hesabına milyonlarla pul ödəyək ki, onlar da müəyyən o köhnə binaları alsınlar və onların yerində parklar salsınlar. Yəni, biz problemlərdən açıq danışmasaq, siz bu problemlərin üstünə getməsək, bu problemləri həll etmək mümkün deyil. Bakı, Azərbaycanda siz bilirsiniz, son illər yəqin ki, bir statistikaya baxsaq, deməli, üzr istəyirəm, birinci nikahların sayı əhəmiyyətli, narahat edici səviyyədə azalır. İkincisi, boşananların sayı artır. Mən demirəm ki, əsas problem odur, amma bizim 10 minlərlə gənclər ailə qruplar, onlar kirayələrdə yaşayırlar və qazandıqları pulların bir hissəsini kirayələr verirlər və sosial vəziyyət bir çox hallarda ailələrin dağılmasına yol açır. Yəni, bu artıq sosiologiya elminin öyrəndiyi və təsdiq elədiyi bir məsələdir. Yəni, bu barədə biz ciddi şəkildə düşünməliyik. İndi bəzi hallarda şəhərin mərkəzində icazənin verilməməsini əsaslandırırlar ki, kanalizasiya sistemi güya o normalara cavab vermir, ya suyu götürmür. Məsələn, biz Avropa ölkələrində mən çox səfərlər edirəm və orada görürəm ki, o kollektor drenaj şəbəkəsi deyilir də, onları yuyurlar, təmizləyirlər. Siz Bakı şəhərində burada əyləşənlərdən kim görüb ki, bizdə o yağış sularının axdığı kanalizasiya sistemlərinin təmizlənməsini. Bəlkə də onlar yarıya qədər, bəlkə də 3/2-si bu dəqiqə çirklə doludur, onlar təmizlənsə heç bir problem olmaz. Amma biz bunu müşahidə eləmirik. Nə vaxt görürük ki, küçələr qazılır, o vaxt ki, bir qəza baş verir, onda artıq oranı qazırlar, onu təmizləyirlər. Həmin hissəni təmizləyirlər. Gözləyirlər ki, prezident milyardlarla vəsait ayırsın və bu sistem yenidən qurulsun və hansısa yenə də şirkətlər buradan böyük pullar qazansınlar. Bakıda yağış yağanda siz gördünüz ki, nə qədər Suraxan ərazisində, Sabunçuda, Xətayın özündə, başqa yerlərdə mənzillər 1 metrə qədər su ilə doludur. Tikinti şirkətləri var, icra başları var ki, deyirlər, şərait verin, biz onun kanalizasiyasında çəkək, qazında, suyunda, işığında çəkək, oranı cəlb eləyək investorlar. Amma onlara bu şərait yaradılmır. Yəni, mən əminəm ki, onlara bu şərait yaradılsa, Bakı şəhərində biz 10 milyardlarla dollar investisiya qoyular, 10 minlərlə insan yeni iş yeri açar. Hörmətli Orxan müəllim qeyd elədi ki, tikinti sektoruna o qədər sahələr bağlıdır ki, bu və kiçik və orta sahibkarlığın inkişafına böyük töhfə vermiş olar, xidmət sahələrinin inkişafına töhfə vermiş olar, amma biz bunu görmürük. Görmürük, səbəbini də izah elədim ki, yalnız 1-2 il bundan qabaq, əvvəl daha doğrusu 5-6 il bundan qabaq xatırlayırsınızsa pilot layihələr var idi. Yerli icra hakimiyyəti orqanlarına səlahiyyət verilmişdi ki, onlar
bu pilot layihələr kimi tikintiyə icazə versinlər. Bakıda bir bom yaşandı. Nə qədər 10 minlərlə insan Bakıda öz mənzil şəraitini yaxşılaşdırıldı. İndi burada qeyd olunmadı ki, nə qədər insanın mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac var. Bu da hesab edirəm ki, dəqiq araşdırılmalıdır, müəyyən olunmalıdır. Belə o halda biz tam mənzərə bizim gözümüzün qarşısında olar, amma biz bunu görmürük. Səbəblərini deyim, səbəblərindən ən böyük səbəblərdən biri, bax, indi qeyd elədim ki, o pilot layihələri yerli icra hakimiyyətlərinə icazə verəndə nə qədər çox oldu. İdarə etmədə ifrat mərkəzləşmə var. Mən vaxtilə parlament iclasında da məsələ qaldırmışam. Deməli, bu günləri yerişdə kimsə bir ambar tikmək istəyirsə, Bakıdan gəlib icazə almalıdır. Bu niyə belə olmalıdır? Burada qeyd olundu ki, indi hörmətli bizim həmkarlar çıxış elədilər, qeyd elədilər ki, Ramiz müəllim qeyd elədi ki, güzəştlər nəzərdə tutulsun rayon yerləri üçün. Heç bir güzəşdə ehtiyac yoxdur. Sadəcə rayon icra hakimiyyətinə səlahiyyət vermək lazımdır. Cənab prezident bir dəfə qeyd elədi ki, rayon icra hakimiyyətinin başçıları rayonlara investisiya cəlb eləsinlər. Amma onların nə səlahiyyəti var, nə cəlb eləyə bilərlər? Bizdə dünyanın ən inkişaf etmiş ölkələri var və onların keçdiyi yol var, təcrübə var. Mənzil tikintisinə icazəni bələdiyyələr verir. İndi bələdiyyələr bizdə formal bir qurumdur, heç bir səlahiyyəti yoxdur. Heç olmasa yerli icra hakimiyyətlərinə o səlahiyyətlər verilməlidir ki, onlar tikintiyə icazə versinlər. Zaqatalada, Balakəndə yaxud Ağustafada bir mağaza tikmək istəyən adam ondan yana durub Bakı şəhərinə gəlməsin. Yəni, söhbət bundan gedir ki, biz özdə bunları eləyə bilərik. Mən dəfələrlə parlamentdə o vaxt məsələ qaldırdım ki, bir dənə avtomobili satanda biz mütləq ona notarial qaydada satırıq ya da ki, Dövlət Yol Polis İdarəsində həmin alqı-satqı müqaviləsi qeydə alınır. Amma sahibkarlar mənzili satırlar, notarial qaydada qeydə alınmırlar. Ona görə bir çox üzr istəyirəm, dələduz sahibkarlar, onlar əslində sahibkar da demək olmaz, əslində dələduzlar bir mənzili 3-4 adama satdılar. İnsanlar illərlə vəsait toplayırdılar ki, özlərinin axırda bir ev alacaqlar, o dələduzlar onları aldılar, onlar qaldılar məhkəmələrin qapılarında. Biz dedik ki, gəlin qanuna bircə cümlə əlavə eləməklə biz bunun qarşısını ala bilərdik, amma lobby qrupları imkan vermədi. Bu da onunla bağlı idi ki, qanunda qeyd olunmalı idi ki, mənzil tikinti kooperativləri yaxud tikinti şirkətləri yalnız notarial qaydada təsdiq olunmuş formada, yəni o mənzilləri sata bilərlər. Layihə təsdiq olunubsa, ona aparıb təqdim eləyir notarial kontura. Orada da o alqı-satı bu qaydada həyata keçirilir. Amma çox təəssüf ki, buna gedilmədi. Ona görə dediyim kimi, o şirkətlər bir çox hallarda onları müdafiə edən dediyimdə lobby qruplar var. Qiymətləndirmə ilə də bağlı bir məsələyə toxunmaq istəyirəm. Bu da onunla əlaqədardır ki, yalnız kvadrat metrə görə mənzilin qiymətləndirilməsi doğru deyil. Bax, bu qış sarayının yanında o binalar söküləndə orada elə adamlar var idi ki, onun evinin, məsələn, birinin evindən laminatlı yerdə, o birisi ən bahalı parket vurur. Çox bahalı təmir eləyib. Orada vannalar, unitazlar, mebellər, tutaq ki, evin içinə görə yığılıb. Yəni, bunun tutaq ki, bahalı pərdələr və s. Mətbəx mebeli, onlardan təkrar istifadə etmək də mümkün deyil. Ona görə də, yəni, hamının evini kvadrat metrə ilə götürüb qiymətləndirmək və ona kompensasiya ödəmək hesab edirəm, bu çox ədalətsiz yanaşma olar. Qiymətləndirmə zamanı mütləq evin ölçüləri ilə yanaşı onun təmirinə də diqqət yetirilməlidir. Yəni, bu da bir ədalət məsələsidir. Və sonda isə bir daha onu qeyd eləmək istəyirəm ki, böyük özəlləşdirməyə getməli. İndi ölkədə neftin qiyməti azalır. Büdcədə $70 nəzərdə tutmuşduq, $66 satılır artıq bizim neftimiz. Buna görə də ölkədə biz mütləq böyük özəlləşdirməyə getməliyik. O xidmət sahələri, o kanalizasiyadır, sudur, işıqdır, bunlar qazdır, qaz satışıdır. Bunlar dövlətin mülkiyyətində qala bilər, amma ən azından bu sahədə təcrübəsi olan başqa şirkətlərə icarə verilə bilər. Mən doğrudan da hökumətimizi və hamını çağırıram ki, yəni bu sahədə doğrudan da biz təşəbbüskar olaq və böyük islahatlara başlayaq. Sağ olun.